Salam, bugün sizlərə Teams platformasında müəllimlər üçün şifrənin bərpası qaydasını izah edəcəm. Bunun üçün rəqəmsal məktəb platformasına daxil oluruq. Açılan pəncərədən müəllimlər üçün giriş hissəsini seçirik. Və belə bir pəncərə açılacaqdır. Açılmış pəncərədən Microsoft kabineti bölməsində davam et sözünün üzərində vururuq. Və açılan pəncərədə şifrəni unutmuşsunuzsa şifrənin bərpası bölməsindən yeniləyə bilərsiniz sahəsində şifrənin bərpası hissəsini seçirik və belə bir pəncərə açılacaqdır. Açılmış pəncərədə istifadəçi adı özü verilir. Əgər yoxdursa, istifadəçi adınızı daxil edirsiniz. Yeni şifrə bölməsində təyin etmək istədiyiniz şifrəni daxil edib, şifrəni təkrara bölməsində isə təyin etdiyiniz şifrəni təkrar olaraq yazırsınız və bundan sonra təsdiq et düyməsinin üzərində vururuq. Təsdiq et düyməsini vurduqdan sonra şifrəmiz bərpa olunacaqdır və Teams platformasında yeni istifadəçi adı və şifrə ilə daxil ola bilərsiniz.